Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun görüntüsü marağa səbəb olub. Məclislərin birində iştirak edən həkim rəqsi ilə diqqət çəkib. Sözü gedən videonu təqdim edirik. Aktyor Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevdən incikliyindən danışıb. Elməddin bu haqda Künc Bucaq YouTube layihəsində bəhs edib. O bildirib ki, Fərdanın onun haqqında dediyi Elməddin torbamı tikib sözlərindən inciyib. Fərdanı çox istəyirəm. Stand-upda Azərbaycanda bir nömrədir. Uzun illər dostluğum olub. Üzüldüyüm nöqtə var idi. Ən yaxın dostum gedib haqqımda elə danışmamalıdır. Məni hamı tanıyır. Elə xasiyyətdə biri deyiləm. Heç kimin çörəyini kəsməmişəm. Haqqımda bu söz demək məni incitdi. Qardaş kimi sənin yanında olmuşam. Tolikın verilişində gedib şou düzəltdi. Mənə zəng etdilər, cavab vermədim. Qeyd edək ki, onlar arasındakı incikliyə səbəb Qaraqura layihəsi olub. Fərda ilə bir işləyəcəkdik. Bu üçlüyə görə layihəmi bağladım və gəldim. Son anda Fərda getdi başqa yerə. Bizim gördüyümüz iş dayandı. Sonra bağışlayırsan, amma işdirsən ki, Fərda deyir Elməddin torbamı tikib. Üzüldüm. Mən səni xilas etmək üçün dağa dırmaşıram. Sən isə deyirsən sərin hava istəyirdi deyə dırmaşdı. Təşəkkür etmə, amma belə danışma, deyə Elməddin bildirib.